İmam Hüseyin Mədinədən Məkkəyə gizli şəkildə yola çıxdı. İmam yolda bir neçə nəfərlə qarşılaşdı ki, onlardan biri Əbu Sərəhə adında şəxs idi. O imama Məkkəyə getməsini tövsiyə etdi və dedi ki, Yezidin adamları səni təqib edir. Məkkə isə əmin bir şəhərdir. Bu səadət karvanı Məkkəyə hicrətin 60-cı ili Şaban ayının əvvəllərində çatdı və imam təxminən 4 ay orada qaldı. Bu müddət ərzində imam müxtəlif səhabələrlə, tabeinlərlə görüşür, çıxışlar eləyir, onlara xilafət haqqının qəsb olunmasından danışaraq haqq cəbhəsi ətrafında birləşməyə səsləyirdi. Mina xütbəsi bunun ən bariz nümunəsidir. Bu dönəmdə Küfəlilər İmam Hüseynin Məkkəyə gəldiyini eşidib ona çoxlu məktub göndərdilər. Məktublarda Yezidin zülmündən şikayət eləyir, imamı Küfəyə dəvət eləyir və onun üçün beyət eləyəcəklərini bildirirdilər. Bəzi günlərdə onlarla məktub gəlirdi. Rəvayətə görə məktubların sayı 12 mindən çox idi. İmam Hüseyin əleyhissalam bu məktubların doğruluğunu araşdırmaq və Küfədə olan vəziyyəti öyrənmək üçün bir nəfər etibarlı şəxsi ora göndərmək qərarına gəlir.